İkinci qaydaya baxırıq. İnkar şəkilçisi ilə işlənən ar, qeyri-qəti gələcək zaman şəkilçisi, deməli bir heca yaradaraq mar ünsürünə çevrilir və bu ikinci və üçüncü şəxsdə işlənmir. 2, 3-də işlənmir. Ancaq birinci şəxsin təkində işlənir və cəmində almarıq, almaram, almarıq. Deməli, ikinci və üçüncü şəxsdə işlənmir. İndi bu qayda işlənmir, bəs əvəzində nə baş verir? Onda qaydaya baxırıq. Ma 2 cür inkar şəkilçisi, üstəgəl ar 2 cür qeyri-qəti gələcək zaman şəkilçisi, 2 və üçüncü şəxsdə deməli 2 hadisə baş verir. Ma inkar şəkilçisi sahətini itirir, təkcə m qalır. Ar inkar şəkilçisində isə rızı əvəzlənməsi baş verir və o az 2 cür formasında qalır. Məsələn, nümunəyə baxırıq. Baxarsan sözü. Burada bax sözün kökü, ar, qeyri-qəti gələcək, san, ikinci şəxsin təkşin şəkilçisi. Biz bunu inkarda işlətsək, bu olacaq, baxmarsan yox, yenə bax sözün kökü olacaq və ar hissəsi az çevriləcək, m sahətini itirib təkcə ma inkar şəkilçisi sahətini itirib təkcə m kimi qalacaq, san isə şəxs şəkilçisi olaraq yenə də sonda iştirak edəcək. Deməli, ar inkarda m ilə birləşərək mar bir hecasının baxma, baxmaz, san yaradacaq. Amma özü yenə də iki şəkilçi olaraq qalacaq. Eləcə də yazar, sonda baxırıq, üçüncü şəxsdə yazar, nə edər? Yaz sözün kökü ar, qeyri-qəti gələcək zaman şəkilçisi. Biz onu inkarda işlədəndə ar hissəsi görürük ki, rızı əvəzlənməsi baş verib və ma inkar şəkilçisi isə sahətini itirmiş formada təkcə m olaraq qalıb. Deməli, sözdə yenə maz bir heca təşkil edən bir ünsür yaranıb, tərkibində isə 2 deməli şəkilçi var. Bu qaydalar deməli ancaq feilin inkarına aiddir və rızı əvəzlənməsi orfoqrafik qayda olaraq baş verir. Bu onun deməli fonetika ilə əlaqəsini yaradan bir kateqoriyadır.